Axşamınız xeyir olsun. Benfica Qarabağ oyunundan sonra mətbuat konferansına başlayırıq. Öncə baş məşqçimiz Qurbanov fikirlərini bildirsin, daha sonra sorulara keçək. Başlayalım. Axşamınız xeyir olsun, salamlayın müəlliminizi. İlk öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. Yəni bu oyun elə bir oyun idi ki, biz bu oyunu məğlub da ola bilərdik. Çünki oyuna kimi üstünlük rəqib tərəfdə idi və hətta ilk hissənin əvvəllərində 2 top geridə qaldıq və oyunu çevirmək heç də asan görünmürdü. Amma futbolçularımdakı inam və oyundan sınmamaq, oyundan çıxmamaq və vurduğumuz ilk gol bizə qalibiyyət əldə etməyə kömək oldu. Yəni bu o demək deyil ki, bugün biz qalib gəldik. Benfica bizdən zəif idi, qətiyyən yox. Benfica çox həm topla davranmağı, həm ümumiyyətcə taktiki baxımdan çox ağıllı futbol oynayan bir kollektivdir. Və sadəcə bugün mən dünən fikirlərini bildirmişdim ki, futbolçularım yəni bugün daha çox əziyyət çəkəcəklər və bugün daha istəkli olacaqlar. Və şükürlər olsun Allah, çox böyük bir qalibiyyət əldə elədik. Bu Azərbaycan futbol tarixində, ümumiyyətcə bizim klub tarixində ilk qalibiyyətimizdir Çempionlar Liqasında. Və belə təbrik edirəm futbolçularımı bir daha, elə Azərbaycanlılarımı təbrik edirəm və Benfica'ya qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bu qədər. Yeah, please. Boa noite, Mr. Diogo Ribeiro, bola na rede. Queria perguntar se esperava tantas facilidades do Benfica na chegada ao último terço, principalmente na segunda parte. Gəlmədi oraya. Could you please repeat the question? Não sei. Queria perguntar-lhe se esperava tantas facilidades, principalmente depois do primeiro gol do Karabakh, se esperava tantas facilidades em chegar ao último terço e em criar situações de perigo diante do Benfica, que acabou por deixar um bocadinho mais de espaço atrás do que seria expectável. Ümumiyyətcə, son vaxtlar futbol elə bir səviyyəyə gəlib çıxıb ki, yəni asan deyən bir element futbolda yoxdur. Çünki qarşı-qarşıya 11 futbolçu, 11 düşünən beyin heç də asan deyil. Sadəcə elə ilk dəqiqələrdən futbolçularıma bildirdim ki, biz bu oyundan həzz almalıyıq. Yəni bu Çempionlar Liqasıdır. Çox üzərlərini gedirdim ki, biz daha cəsarətli olmalıyıq. İstənilən halda, istənilən nəticədə biz öz oyunumuzu axtarıb tapmalıyıq və öz oyunumuzu davam etməyə çalışmalıyıq. Bəli, səhvlər olacaq dedim, top itikləri olacaq, çünki qarşımızda daha usta komanda dururdu. Amma buna baxmayaraq yenə də öz oyunumuzdan çəkməli deyildik. Və deyirdim ki, risklərə getmək lazımdır. Və futbolçularım bunu etdilər. Hətta bəzi epizodlarda qapımızda qol da görə bilərdik. Sadə bəsit epizodlarda. Amma inanın ki, biz çox da asan qalibiyyət bunu saymırıq. Asan gözləmirdik və bunu asan qalibiyyət saymırıq. Sadəcə bugün bu zəfər, bu qalibiyyət bizə yazılmışdı və şükürlər olsun Allaha belə bir zəfər əldə elədik.
Okay, thank you. Thank Thank you. you. Sağ olun.